Almanya'dan herkese salam. Kanalıma hoş gelmişsiniz. Qarşıdan gələn Novruz bayramı münasibətilə hər birinizin bayramını təbrik edirəm. Bu bayram hər birinizə xoş günlər, bol bərəkət, ən əsası can sağlığı arzu edirəm. Mən də bugün bayram münasibətilə şəkərbura hazırlayıram. 50 ml ilıq südə 1 çay qaşığı şəkər tozu, yarım çay qaşığı maya əlavə edib qarışdırırıq. Mayanın aktivləşməsi üçün 5 dəqiqə gözləyirik. Bu sırada biz içliyi hazırlayırıq. 400 qram qabığı soyulub təmizlənmiş fındığa 1 stəkan yarım şəkər tozu, 1 çay qaşığı yarım hil əlavə edirik. Mən hili çox sevdiyim üçün 1 çay qaşığı yarım əlavə etdim, amma siz istəsəniz 1 çay qaşığı əlavə edə bilərsiniz. Mayanı aktiv etdikdən sonra xəmiri hazırlamağa davam edirik. 1 ədəd yumurta, 1 paket şəkərli vanil, 150 qram otaq temperaturunda əridilmiş kərə yağı və 3 dolu yemək qaşığı xama əlavə edib tam qarışdırırıq. Əldə etdiyimiz kütləyə un əlavə edirik. Məsləhətim olar ki, unu ehtiyatla və nəzarətlə əlavə edəsiniz. Unun növünə görə, yumurtanın iriliyinə, xırdalığına görə istifadə edəcəyiniz unun miqdarı dəyişə bilər. Şəkərbura xəmiri biraz bərk olmalıdır. İstifadə etdiyim un tipi 405 növdür. Buna görə mən 900 qram un istifadə etdim. Mən bugün şəkərburaları tək hazırlayacağıma görə əlimdəki xəmir mayalanmasın deyə mən 2 hissəyə bölüb bir hissəsini soyuducuda gözlətdim. Qeyd edim ki, hazırladığınız xəmir lazımdan daha artıq bərk alınarsa heç narahat olmayın. Az süd əlavə edərək təkrar yoğurub, lazım olan bərkliyə gətirə bilərsiniz. 15 dəqiqə dincətdiyim xəmiri 40 qramlıq kündələr halına gətirib 1-2 dəqiqə gözləyib yaymağa başladım. Əlimdə olan bütün kündələri yaydıqdan sonra içliyi doldurmağa başladım. Daha sonra açdığım kündələrə bir-bir içliyi doldurub 1-2 dəfə masanın üzərinə vurub yığdım. Hər şəkərburanın içərisinə təxminən 3-4 çay qaşığı içlik doldurdum. Bunu da qeyd edim ki, içliyim biraz az gəldiyi üçün daha öncədən hazırlamış badam ləpəsi içliyim vardı. Mən bir neçə şəkərburanı onunla hazırladım. Bütün içlikləri doldurduqdan sonra bir-bir kənarlarını bükməyə başladım. Şəkərburanın kənarlarını bükmədən öncə havasını almaq üçün iynə ilə 1-2 dəfə bir neçə yerdən deşdim. Əgər kənarını bükərkən artıq gələrsə onu kəsib götürə bilərsiniz. Nəzərinizə çatdırım ki, şəkərburanın üzərində olan bu xırda-xırda qara nöqtələrin səbəbi istifadə etdiyim un tipinə görədir. Almaniyada un növləri hədsiz çoxdur. Şəkərbura üçün ən uyğun tip bu növ olduğunu düşündüyüm üçün mən bu undan istifadə etdim. Ancaq siz Azərbaycanda daha bəyaz bir un tapa bilərsiniz. Bişərkən şəkərburanın rəngi ağardığı üçün bu çox nəzərə çarpmır. Naxışı vurulmuş şəkərburanın naxışları özünü tutsun deyə bişirmədən 15 dəqiqə öncə üstü açıq şəkildə gözləyirik. Bunu əlinizi vuraraq da yoxlaya bilərsiniz. Əgər naxışlar müəyyən qədər bərkiyibsə, demək ki, bişirməyə hazırdır. Məndə mətbəxçi soba olduğu üçün sobanın alt gözündə öncədən isidilmiş 125 dərəcədə altı qızarana kimi bişirdim. Bu reseptlə məndə tam 27 ədəd şəkərbura hazırlandı. Ağızda əriyən, yumuşaq, çox ləzzətli şəkərburalar oldu. Sınayacaq olan hər kəsə nuş olsun. Sonacan izləyən hər kəsə təşəkkür edirəm. Videonu bəyəndinizsə videonu bəyənməyi, kanala abunə olmağı və bu tip videolardan xəbərdar olmaq istəyirsinizsə bildirişləri açmağı unutmayın. Sağ olun.